Salam, hər vaxtınız xeyir olsun əziz kanal izləyiciləri. Deməli, bugün 20 aprel tarixində OTK blok fənlərindən sınaq 3-ü keçirdi. Biz isə 11-ci siniflər üçün informatika fənninin sizlə bir yerdə sual izahlarına baxasıyıq. E, Xatırladım ki, imtahana 40 günlük bir vaxt qalıbdır. Bu müddətdə informatika nəticələrini yüksəltmək istəyən hər bir abituriyent əyani və ya onlayn davam edən dərslərimizə qatıla bilərlər. İndi isə keçək suallarımıza. Aha, deməli belə. Birinci sualda bizə nə deyir? Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Gəlin müəyyənləşdirək. Deməli, bizə bir x siyahısı veribdir. Reverse metodu bilirik ki, siyahı elementlərin tərs ardıcıllıqla düzülür. Yəni, artıq burada bizim x siyahımız tərs ardıcıllıqla düzülmüş olacaq. 7, 8, 3, 2 və 5 şəklində. N bərabərdir len x. Len siyahının simvollarını sayırdı. Yəni, burada n-in qiyməti bərabər olacaq 5-ə. Bizə deyir ki, for i in range 1-dən n-1-ə qədər. Yəni, 1-dən 4-ə qədər. Yəni, burada i-nin aldığı qiymətlər 1, 2, 3 olar. Və deyir ki, x siyahısının i-ci indeksini 4-dən 4 əlavə elə. Yəni, i-ci indeksinin yerinə 4 əlavə elə. Yine baxın, bizim məsələn, birinci əməliyyat nədir? i-nin qiymətini 1 götürsək. Yəni, deyək ki, x siyahısının birinci indeksinin yerinə 4 əlavə elə. Onda siyahı budur da 0, 1, 2, 3, 4 indekslərindən nömrələdik. Bu x insert i4 nə deməkdir? Yəni x siyahısı olacaq 7. Bax bu i-nin birinci qiyməti 1-dir deyə birinci indeksin yerinə 4 əlavə olunacaq və 4 bu 8-i itələyəcək elə bilin ki, növbəti yerə. İkinci indeksə. Və sonra 3, 2, 5 şəklində siyah elementləri olduğu qaydada davam eləyəcək. Sonra yenidən dövrə qaydanda indi gəlirik ikinci indeksin yerinə 4 əlavə eləyəcək. İndi gəlirik 0, 1, 2, 3, 4, 5. Onda burada da bizim x siyahımız indi ikinci indeksin yerinə 4 əlavə eləyirsə 7, 4, bu dəfə yenə 8-in yerinə 4 və 8-i itələyəcək sağ tərəfə. Və təzədən 3, 2, 5 və yenə dövrə qayıdıb i-nin 3 qiymətini götürəcək. Bu zaman da 0, 1, 2, 3, 4, 5, 6 və yenə də i-inci, yəni 3-cü indeksi əvəzinə yerinə 4 yazacaq. Deməli, gəldik, baxdıq. 7, 4, 4, 4, 3-cü indeks 8 idi və 8-i itələdi sağ tərəfə ardınca olduğu kimi. Yəni, bu dövrün son nəticəsi bizə bu siyahını verəcək. Sonra deyir ki, delete x-in len x minus birinci elementi. Hal-hazırda x-in neçə elementi var? 1, 2, 3, 0, 1, 2, 3, 4, 5, 6, 7. İndeks 7 indeks isə 8 elementdir də. Deməli deyir ki, delete, sil, x-in len x 8-dir, 1 çıxanda bizə 7 verəcək. 7. Deməli, x-in 7-ci elementi də 5-dir. Yəni, bu siyahıdan 5 silinəcək. Və ondan sonra sort. Sort da nə edir? Seçdir. Yəni, azdan çoxa doğru düzür. Bu da olacaq 2, 3, daha sonra 4, 4, 4, daha sonra 7 və bir də 8. Deməli, gəldik, baxdıq və x-i çap eləyir. Belə cavabımız varmı? 2, 3, 4, 4, 4, 7, 8. Baxın, burada yəqin ki, bu D variantıdır. D variantında var. Sonra deyir ki, mətin docx faylı kitablar qovluğunda yerləşirdi. Fayl həmin qovluğun daxilindəki qovluğun alt qovluğuna daşındı. Burada diqqətli olmaq lazımdır. Yəni, kitablar qovluğu var. Kitablar qovluğunun daxilində hər hansısa bir qovluq və bu qovluğun alt qovluğuna və daha sonra mətin docx faylın biz görmüş olarıq. Deməli, bu strukturu axtarmalıyıq.
Birincidə baxırıq D data kitablar, kitablardan sonra bir qovluğa daşınıbdır. Amma kitabların içərisindəki qovluq və onun alt qovluğu olmalıdır. Bu olmaz. D data kitablar, proqramlar, bu da olmaz. Çünki yenə kitablardan sonra bir qovluq onun alt qovluğuna daşınmayıb. Amma bu olar. D data kitablar, kitabların içərisindəki, daxilindəki qovluğun alt qovluğu. Yəni burada cavabımız olacaq bu C variantı üçüncü. Sonra gəldik, baxdıq, bircə dəqiqə, burada sonuncu D data kitablar, üçüncü ilə dördüncünün fərqi nə, sonuncunun fərqi nədir? Hə, burada 3 dənə qovluqdur, ona görə bu yanlışdır. Burada da bir qovluqdur, bu da yanlışdır. Yəni burada bu üçüncüdür, C variantı. Sonra gəlib baxırıq üçüncü suala. Deyir ki, 60-a qədər cüt ədədlərin cəmini hesablayan alqoritmin blok sxemində sual işarəsinin yerinə deməli, i-ni hər dəfə 2 artırır, i-nin başlanğıc qiyməti 0-dır və 60-a qədər cəmlənmə varsa, burada nə olmalıdır? Təbii ki, i kiçikdir, bərabərdir, 60 olmalıdır ki, proses 60-a qədər, 60 daxil olmaqla dövrləsin və sonra dövrdən çıxış baş versin. Burada da cavabımız olacaq B variantı. Sonra gəlib baxırıq dördüncü suala. Dördüncü sualda bizə nə deyir? Vaqif, Aygün, Əsmər, Sevda, Emil, Rauf, Leyla, Nadir eyni universitetin, deməli, riyaziyyat, daha sonra fizika, daha sonra kimya və bir də biologiya fakültələrində təhsil alırlar. Və hər fakültədə deyir ki, 2 nəfər təhsil alır. Aygün haqqında konkret deyir. Deyir, Aygün biologiya fakültəsində oxuyur. Aygünü gəldik, yazdıq bura. Deyir ki, Əsmər və Emil eyni fakültələrdədir. Yəni, buradan çıxartdığımız nəticə biologiyada oxumurlar. Çünki hər fakültədə 2 nəfər oxuyur. Vaqif, Nadir fərqli fakültələrdədir. Fizika fakültəsində oxuyanlar oğlan deyil. Deməli, Vaqif fizikada oxuya bilməz. Vaqif oxuya bilməz. Rauf oxuya bilməz, Nadir oxuya bilməz. Onda Əsmərlə də Emil eyni fakültədədir. Deməli, Əsmərlə Emil də fizika fakültəsində olmazlar. Çünki deyirdi axı, Əsmər və Emil eyni fakültədədir. Aygün biologiyada olduğuna görə, deməli, 2 nəfər qız qalır fizikada oxuyan. Bu da Sevda və Leyladır. Bura gəldik, Sevda və Leyla yazdıq. Deyir ki, məlumatlara əsasən hansı tələbənin riyaziyyat fakültəsində təhsil almadığını, variantların arasında Sevda var. Elə cavabımız, yəni qəti bilirəm ki, fizikada oxuyur, deməli riyaziyyatda təhsil almır. Dördüncü sualın cavabı D variantı olar. Rabitə kanalı 300 MB məlumat ötürülmüşdür. Məlumatın 30%-i 5/222, qalan hissə 223 bit böl saniyə sürəti ilə ötürüldüyünü bilərək ümumi ötürülmə vaxtını müəyyənləşdirin. Deməli, 300 MB-ın 30%-in gəlib hesablasanız, bu eləyir 90 MB. Deməli, Q bərabərdir 90 MB-a, 90 MB-a. V də bərabərdir 5 vurulsun 2/22 bit böl saniyə. Onda mən burada T-ni tapsam, T bərabərdir Q böl V deyirik. Yəni, bu 90 da 2/23-ə vururam ki, bitə çevrilsin. Və burada da 5 vur 2/22 yazsaq. Bunlar ixtisar edəcək. Burada 2 qalacaq. Bunlar ixtisar edəcək. 18 qalacaq. Bu eləyəcək 36 saniyə. Buna Q1 deyək, buna da V1 deyək də. Çünki yerdə axı informasiya qalıb. Deyir ki, qalan hissəsi isə 2/23. Yəni, 300 MB-ın 90-ı gedibsə 210-u qalıbdır. Bu 210 MB da V2 bərabərdir 2/23 bit böl saniyə sürəti ilə ötürülür. Burada isə T bərabərdir 210 vur 2/23 bitə çevirirəm və 2/23 bit böl saniyəyə bölürəm. Buradan da elə 210 saniyə ala bilərik. Bunları cəmləsək 210 üstə gələk 36 bizə nə verər? 246 saniyə verər. Dəqiqə falan istəmir ki, yox elə saniyə istəyir. Burada da cavabınız A variantı olar. Nə deyir bizə 6-cı sualda? Alqoritmin hər bir addımının aydın, dəqiq bir mənalı, bu hansı xassədir? Müəyyənlik və yaxud determinlik xassəsi. 6-cı sualda cavabımız A variantı.
Deməli deyir ki, n2 ədədi ilə bağlı doğru mülahizələri. Bu ikilik ədədin onluq say sisteminə çevriliş şəklidir də. Deməli burada nə yazıbdır? 2 üstü 7-dən başlayıb. Deməli onda bunun deməli belə yazaq da 7-dən 0-a qədər nömrələyirəm. 7, 6, 5, 4, 3, 2, 1, 3, 2, 1, 0. Bu üstdəki o nömrələdiyimiz, hansı ki biz ikilikdən onluğa keçəndə sıfırdan başlayıb nömrələyirdik ya sağdan sola doğru. Haradakı, hansı qüvvətdəki vuruq var, həmin qüvvətlərin altından 1 yazıram. 7-də qüvvət var, 6-da yoxdur, 5-də yoxdur, 4-də var, 3-də var, 2-də yoxdur, 1-də var, 0-da yoxdur. Deməli, bu bizə verilmiş ədəd bu ədəddir ki, onluq say sisteminə çevriləndə belə bir şəkildə açıq ayrılış var. Deyir ki, ikilik say sistemində yazılışdakı sıfırların sayı 4-dür. Düz deyir. 1, 2, 3, 4 dənə sıfır var. Bir doğru. Tək ədəddir. Sonu sıfırla yadınızda saxlayın. Say sisteminin əsası cütdürsə, sonu cütlə bitirsə cüt olacaq. Deməli, bu tək ədəddir fikri yanlışdır. İkilik say sistemindəki yazılışında sıfırların sayı birlərin sayından çoxdur. 8 rəqəmli ədəddir. 4 dənə sıfır, 4 dənə 1 var. Bərabərdir. İkilik say sistemindəki yazılışı 8 rəqəmdən ibarətdir. Doğrudur. 8-lik say sistemində 442 kimi ifadə olunur. 3 qruplaşdırsam, 2-likdən 8-liyə keçəndə. Bu 4-dür, bu 6-dır. Daha doğrusu mən bunu səhv yazdım. 8 rəqəmdirsə, belə baxmalıyıq da. Biz buna sağdan sola doğru 3 qruplaşdırmalıyıq. Bu da mənə 2, 3, 2 verər. Yəni, bu da yanlışdır. Sonra gəldik, baxdıq, onluq say sistemində 154 kimi, baxaq görək, 128 üstə gəlir 16, 144 üstə 8, 152 üstdən 2 gələndə 154 kimi ifadə olunur, bu da doğrudur. 1, 4, 6, burada da sualımızın cavabı Y variantı olar. 8-ci sualda mətnin tək mövqedə yerləşən simvolları 3, cüt mövqedə yerləşən simvolları 4 olmaqla Sezar üsulu ilə şifrələnmişdir. Maple şifrinin hansı mətnin şifr olduğunu müəyyənləşdirin. Bizə bir şifr veribdir. Biz bunu elə bir geriyə qayıtmalıyıq verilən açarlarla, amma fərqli cür açarlar veribdir və bizə tək simvollar üçün bir açar verib, cüt simvollar üçün bir açar verib. Əgər bizim şifrəmiz budursa, deməli, şifrimiz budur, Maple. Deməli, mənim tək simvolum 1, 2, 3, 4, 5. Yəni, mənim birinci, üçüncü, beşinci simvollarım tək mövqedə yerləşdiyinə görə 3 açarı ilə bu simvollardan 3 simvol geriyə qayıdıram. Məsələn, M-dan 3 simvol geriyə qayıdanda L, K, J. Yəni, M-in yerində J dayanmış olacaq. P-dən 3 simvol geriyə qaydanda O, N, M, M və Y-dən də 3 simvol geriyə qaydanda D, C, B. Bu da gəlib olacaq B. Və K2 bərabərdir 4 olmaqla, K2 bərabərdir 4 olmaqla. Yəni, cüt yerdə dayananlar da 4 simvol. Məsələn, A-dırsa, A-dan geriyə doğru gəlirik buradan Z, Y, X, W. A-nın yerində W, L-dən də 4 simvol geriyə K, J, I, H. Burada da gəlib H dayanacaq. J, W, M, H, B. Bu da bizdə C variantında verilib. Sonra gəldik, baxdıq, Python dilində yazılmış proqramın nəticəsini müəyyənləşdirin. Bizə bir alt proqram verilibdir. Deməli, bu alt proqramda nə var burada? Deməli, print Z deyir. Deməli, Z-də Z bərabərdir F4, F1, 3. Deməli, biz əvvəlcə bunu hesablamamışdan öncə gəlib Z bərabər, daha doğrusu F1-3-ü hesablamalıyıq. Bir də bunu silək, sərgəli yazaq. Deməli, gəlib hesablayırıq F1-3-ü. Deməli, bu sizin X-inizin, bu da sizin Y-inizin qiymətidir. Düşürsüz şərtə 1 böyük bərabərdir 3-dən, yox. İf ödənmədi, elsə baxırıq. X dəyişmir, X-in qiyməti 1-dir, amma Y dəyişir. Nə veribdir? 3X plus Y veribdir. Yəni, 3 vurulsun 1, üstə gələk 3, Y-ə gəlib alırıq 6. Deməli, bu bizə nəyə qaytarır? Return modulda, ABS modul deməkdir. 2 vurulsun 1, çıxaq 6. Yəni, bu F1, 3 üçün bizə qaytaracaq 4.
Onda biz gəlirik burada Z F4 F13 verilibsə, biz gəlib burada deyirik ki, bu Z bərabərdir F4 F13-ə də 4 hesablamışam. İndi gəlib şərti bu x-in qiymətidir, bu da y-in qiymətidir. Şərti bunlarla yoxlayıram. 4 böyük bərabərdir 4-dən. Bərabər şərtinə görə bəli, doğrudur. Onda x-in qiyməti bərabər olacaq 4 üstəgələk 4 vurulsun 2. X-in qiyməti 12, y-in qiyməti prosesdə dəyişməyib 4 olaraq qalıbdır. Bu funksiya üçün bizə nə qayıdacaq? Return abs 2x minus y. Yəni 2 vurulsun modulda 12, çıxılsın y4. 24-dən də 4 çıxsaq, bu da bizə qaytarar 20. Burada da sualımızın cavabı 20 olar. Keçdik, baxdıq 10-cu suala. Deyir ki, mətn redaktorunda Python Programming Language ifadəsi yazıldı. Aşağıdakı əməliyyatlardan sonra cəmi neçə söz alınır? Deməli, birinci baxırıq. Language sözü seçildi. Ctrl X. Deməli, language sözünü nədir? Kəsdik, götürdük. Orada language sözü qalmadı. Sonra deyir ki, Python sözü seçildi, Ctrl-C. Deməli, hal-hazırda mübadilə buferində aktiv fraqment nə oldu? Python ifadəsi oldu. Deməli, sonra deyir ki, End klavişi sıxıldı. Yəni, baxın, qısaca yazıram. Python Programming ifadəsidir. Seçilib, Python sözü seçilib, Ctrl-C vurulubsa, mübadilə buferində aktiv fraqment budur. End klavişi sıxılsa, kursor gedir sola, daha sona, sola yox, sona. Yəni, bu ifadənin ən sonunda kursor gəlib dayanacaq burada. Hər dəfə bir boşluq simvolu daxil edilməklə 3 dəfə Ctrl-V. Deməli, 3 dəfə Python ifadələri veriləcək. Daha sonra deyir ki, bütün mətn seçildi. İndi bütün mətn seçilibdir. Home klavişi. Home, yəni burada neçə dənə ifadə var? Yəni söz olaraq 5 dənə söz var da. Home klavişi kursoru sətrin əvvəlinə gətirir və Ctrl-V klavişi sıxılanda yenə də Python Programming və bir də Python ifadələri bu kursorun əvvəlində yerləşmiş olacaq. Bizdən də nə soruşurdu? Cəmi neçə söz alınır? Ümumilikdə 5, 5, 10 dənə söz alınmış olacaq. Burada da cavabınız B variantı olar. 11-ci sualda müxtəlif mənbələrdən eyni obyekt haqqında alınan informasiya üst-üstə düşərsə, deməli informasiyanın dəqiqliyini müxtəlif mənbələrdə təsdiqləyirəm. O informasiya nə cür informasiya olur? Etibarlı informasiya olur. Bu variantlar yəqin ki, nəsə qarışıq düşübdür burada. Nə deyir burada bizə? Deyir ki, proqram fraqmentinin icrası nəticəsində hansı ifadənin qiyməti hesablanır? Baxaq görək. Bir n daxil eləyib, S0-dır, K1-dir, I1-dir. Nə qədər ki, I kiçikdir, bərabərdir n-dən. S-i hər dəfə S-in üzərinə əlavə eləyib, K vurulsun, I vurulsun, I plus 1. I-nin başlanğıc qiyməti 1-dir də, düzdürmü? S-in üzərinə əlavə eləyəcək, K 1-dir, 1-i 1-ə vuracaq, 1 və üstə gələk I plus 1, 2. Sonra K mənfi K olacaq, K-nın qiyməti olacaq mənfi 1. Gəlib dövr eləyəcək. I-ni də 1 artıracaq, I-nin də qiyməti 2 olacaq da. 2 kiçikdir, bərabərdir. N şərtində K vurulsun, I, yəni mənfi 1 vurulsun 2. Bu eləyir mənfi 2. Vurulsun I plus 1. Bu da eləyəcək 3. Sonra K təzələndən mənfi K-dır. K müsbət 1-ə çevriləcək. I-nin qiyməti 3 olacaq. 3 kiçikdir, bərabərdir. N şərti ödəndikdə üstə gələk K vurulsun, 1 vurulsun 3. Üstə gələk I plus 1. 3-ün üstünə 1 gələndə 4. Deməli, buna uyğun ifadə də harada var? Gəlib baxsınız, bir dəfə çıxma, bir dəfə toplama ilə bu C variantında olduğunu görə bilərsiniz. 12-ci sualımızda da cavabımız C variantı. Malik rəfdəki kitabda olan sxemi e-mail vasitəsilə dostuna göndərmək qərarına gəldi. Deməli, Malik hansı qurğudan istifadə etməlidir? Deməli, kitabda olan sxemi elektron formaya çevirməlidir. Nəyin vasitəsilə? Kağız üzərində olan məlumatı kompüterə daxil eləmək üçün qrafik formatda skanerdən istifadə eləyirlər. Deməli, Malik skanerdən istifadə eləyəcək. Sonra gəldik, HTML-ə aid bir sual görürük. Web səhifəyə eni 300, hündürlüyü 400 piksel olan ölçüdə Flower JPG qrafik faylının yerləşdirilməsi üçün HTML kodunun düzgün yazılışını müəyyən edin. Deməli, biz bilirik ki, Flower JPG qrafik faylın adıdır da. Məsələn, A variantında güllər JPG-dir, bu getdi.
Sonra gəldik, baxdıq. B variantı yəqin ki, teyit hündürlükdür 400, N də 300. Bu uyğun gəlir. Baxaq görək digər variantlarda. IMC teki bağlanan tek deyil. Bu getdi. IMC SRC 2 dənə bərabərlə verib. Burada da IMC SRC, yəni bu da yazılış olaraq düzgün yazılış deyil. Burada cavabımız olacaq B variantı. Sonra gəldik, baxdıq. Bu 14-cü sualımız idi. İndi gəlib baxırıq nəyə? Nə oldu buna belə? Buradan hərəkət eləyək. Deməli 15-ci sual. 15-ci sualda 15-ci sualda. Deməli bizə nə veribdir? Excel fraqmenti veribdir. Deyir ki, B1 xanasındakı düsturu B2 xanasına, S1 xanasındakı düsturu S2 xanasına köçürsək, S2 xanasında hansı qiymət alınır? Deməli, baxın, B1-dəki düsturun vəziyyəti nədir? B1-dəki düsturun vəziyyəti B1 bərabərdir. B1 bərabərdir. Deməli, A1 üstəgələk 2 vurulsun A dollar 2, A dollar 2 çıxılsın 3. B1-dən B2-yə sürüşdürmə zamanı. Bu sütun üzrə sürüşdürmədir. Yadınızda saxlayın, sütun üzrə sürüşdürmədə sütun dəyişməz. Yəni hərfləriniz dəyişməyəcək. Sətirləriniz dəyişəcək. Yəni nə qədər sürüşdürmüsünüzsə, məsələn 3 sütun aşağı 3 elə bir belə deyək də, sütun üzrə sürüşdürmüsünüz, məsələn 3 xana aşağı sürüşdürmüsünüzsə, rəqəmlərinizi 3 artırmalısınız. Təbii ki, nisbi ünvandırsa, mütləq ünvanda dəyişmə olmur. Deməli, A olduğu kimi qalacaq. B1-dən B2-yə bir sətir dəyişikliyi var deyə A1 A2 olacaq. 2 vurulsun. A dollar 2. Sütun onsuz da dəyişmir. Bu da mütləqdir deyə dəyişməyəcək. Çıxılsın 3. İndi S1-dəki düstura baxıram. S1-dəki düstur nədir? A dollar 1, A dollar 1. Üstəgələk B1 və üstəgələk 2. S1-dən S2-yə sürüşmə yenə sütun üzrə sürüşmədir. Hərfiniz onsuz da dəyişmir. Nisbi ünvanlarda sətirləriniz dəyişir. Bu da bərabərdir. A dollar 1 olduğu kimi qaldı. B olduğu kimi qaldı. Sadəcə sətr üzrə sürüşdürmüşük deyə, sütun üzrə sürüşdürmüşük deyə sətrimiz 1 artıb olacaq 2 və üstə gələk 2. İndi gələk bunları hesablayaq. A1-in qiyməti nə idi? 5 üstə gələk. Bizdən nəyin qiymətini istəyirdi? S2-nin qiymətini istəyirdi. Bunu görə hesablamağa gərək varmı? Hə, yəqin ki, burada lazım olacaq. 5 üstə gələk, nə veribdir bizə? 2 vuraq A2. A2-nin qiyməti 2-dir. 2 vuraq 2, çıxılsın 3. 5, 4, 9, 9-dan 3 çıxanda bu bizə verdi 6. Bu nə verəcək? A2, 2 üstə gələk, 2 vuraq A2. Yəni yenə 2 vuraq 2, yenə çıxılsın 3. Bu da 2, 4, 6, 6-dan 3 çıxanda B2 də mənə 3 verir. Bu mənə nə verəcək? A1 üstə gələk. Sürə hesab edin. A1 üstə gələk, B1 üstə gələk 2. Deməli, A1-in qiyməti neçə idi? 5. B1-in qiyməti neçə idi? 6. Üstünə 2 gələndə bu elədi 11, 2, 13. Və burada baxırıq. A1-in qiyməti 5, B2-nin qiyməti 3. Üstə gələk 2. Bu da bizə verdi 10. Deməli, bizdən nə istəyirdi? S2 xanasında hansı qiymət alınar? 10 alındı. 15-ci sualda cavabımız olur 10. Sonra gəldik, baxdıq 16-cı suala. 16-cı sualda Python dilində yazılmış proqramın nəticəsini müəyyənləşdirək. Deməli, A10, B30. Baxın, indi burada if, else bunları qarışdırmamaq üçün sizə bir dənə yaxşı metod. Deməli, if ödənəndə onunla eyni hizada olan else ödənmir. Bunu onsuz da yəqin ki, bilirsiniz. Bilmirsinizsə, dərslərimizə qatılın, öyrədək. Deməli, burada A böyük bərabərdir ondan. Bu şərt ödənir. Bu şərt ödəndiyinə görə bu iflə eyni hizada olan else ödənməz. Yəni, siz bu əməliyyatı icra eləməyəsiniz. Baxırsınız ikinci ifə. A-nın qiyməti 10-dur. 10 kiçikdir 30-dan. Bu şərt də ödənir. Bu şərt ödəndiyinə görə bu şərtlə eyni hizada olan else icra olunmayacaq. Deməli, gəldik. Burada nə veribdir? B bərabərdir A vurulsun 2. Deməli, B-nin qiyməti bərabər olacaq. B bərabər olacaq. A 10-dur. 12-yə vuranda 20-yə. Yəni, bu B-nin 30 qiymətini artıq unudursunuz. Düşünürsünüz bu ifə. B böyükdür 20-dən. B-yə 20 aldım. 20 20-dən böyükdür. Böyük deyil. Bu ifdəki şərt ödənmədi. Deməli, bu əməliyyatda icra olunmayacaq.
Amma bu ifin altında bu əməliyyat icra olunacaq. A bərabərdir A plus B. A-nın qiyməti 10 idi. Onun üstünə 20 gəldim. 10 ilə 20-ni topladım. Nə verdi mənə? 30 verdi. A bərabərdir 30. İndi gəldik, baxdıq. Else icra eləmirəm, amma bu iflə eyni hizada olan B bərabərdir A plus 10-u icra eləməliyəm. A-nın qiyməti 30 idi. Deməli, B-nin son qiyməti 30 üstəgəl 10, 40-a bərabər olar. Burada da sualımızın cavabı, aha, 40 var C variantında. Sualımızın cavabı olacaq 40. Deməli, Python dilində yazılmış proqram icra olunarkən klaviaturadan X və Y ədədləri üçün 32 və 5 qiymətləri daxil edilərsə, Python sözü neçə dəfə çap olunar? Deməli, uyğun olaraq bura 32 və bura 5 daxil olunubdur. Deməli, siz bunu neçə dəfə icra olunduğunu tapmalısınız da əvvəlcə. Bunu təbii ki, qiyməti yerinə qoyub bir-bir hesablamaq vaxt itkisidir. Yəni, icra edib tapa bilərsiniz. Amma yəni, o qədər vaxt itirməmək üçün Y-dən hər dəfə üzərinə 6 əlavə edib, X-dən hər dəfə 2 çıxıbdır. Mən deyirəm ki, proses bir N dəfə dövr eləyib. N dəfə dövr eləyibsə, onda Y-in üstünə hər dəfə 6 gəlirsə, 5-in üstünə N dəfə 6 gəlməlidir. Və X-dən də hər dəfə 2 çıxırsa, 32-dən N dəfə 2 çıxmalıdır. Və bu şərt ödənməməlidir. Deməli, bu bizim Y-imizin qiymətidir. X böyük bərabərdir Y veribsə bizə, biz götürüm, elə bir bu bizim Y-imizin dəyişməsidir hər dəfə. Bu da bizim X-imizin dəyişməsidir. Dövr hara qədər gedir? Şərt ödənənə qədər. Deməli, bu dövrdən çıxmaq üçün bu şərt ödənməməlidir. Böyük bərabərin əksi nədir? Böyük bərabərin ödənməmə halı kiçik Y olmalıdır da. Biz yoxlamalıyıq X kiçikdir Y-dən. Yəni 32 çıxılsın 2N kiçikdir 5 üstəgələk 6N-dən. Buradan gəlib deyirsiniz ki, 8N böyükdür 32-dən 5 çıxsaq 27-dən N də böyükdür 3 tam neçəsə. Deməli, bizdən nə soruşurdu? Deməli, bu proses, yəni N-in 3-dən böyük qiymətində. Yəni, proses 4 dəfə dövr eləyəcək. 4 dəfə dövr eləyəcəksə, deməli, bu Python sözü 4 dəfə çap olunacaq və 1 dəfə də burada nəticədə çap olunacaq. 4 plus 1 də sizə nə verəcək? 5 verəcək. Bu da olur 17-ci sualımızın izahı. Gəlib baxırıq 18-ə. Xətti alqoritmdir. Nə deyir? Deyir ki, yerinə yetirilməsi nəticəsində 20 qiyməti çap olunubsa, klaviaturadan hansı qiymət daxil edilmişdir? Gərək görək nə daxil olunubdur. A-ya baxaq. B bərabərdir A minus 12 veribdir. B bərabərdir A çıx 12. Sonra A bərabərdir. A bərabərdir. B vur 2. B-nin qiyməti budursa 2-yə vursam 2A minus 24 və çıxılsın A böl 2. A böl 2. Bunu belə saxladım. İndi təzədən bir də B bərabərdir. Bir də B bərabərdir. A çıxılsın. A budur da 2A çıxaq 24 çıxaq A böl 2 və bir də çıxaq nə veribdir? B. B də nədir? D budur. Yəni çıxaq A minus 12-dirsə A plus 12 olacaq və bunun nəticəsi nəyə bərabərdir? 20-yə. 20 çap olunub deyir bizə. Bu da bərabərdir 20-yə. İndi bunu sadələşdirsək, 2A-dan A çıxsaq, A minus A bölək 2 bərabərdir. 20, 24, 44, 44-dən də 12-sini çıxsaq 32-yə. Hər tərəfi də 2-yə vursaq, 2A minus A bərabərdir 64-ə. Deməli, A-nın özdə nəyə bərabər olmalıdır? 64-ə. Elə bizdən də A-ya hansı qiymət daxil edilmişdir soruşurdu. A-ya daxil olunmalıydı 64. İndi gəldik, baxdıq bura. Deməli, deyir ki, onluq say sistemində verilmiş 127 kvadrat, vur 2 üstü 4, 8-lik say sistemi. Görək, bunu nətər eləyə bilərik? Maraqlıdır. Deməli, biz bunu yazırıq. 128 çıxaq 1-in kvadratı kimi və səlli prosesi uzundur. 128 çıxaq 1-in kvadratı vurulsun 2 üstü 4. Üstə gələk. Bunu da yazaq. 32 üstə gələk 2-nin kvadratı vuraq 2 üstü 7. Nə verir bu bizə? Bunu yazarıq 2 üstü 7 çıx 1-in kvadratı vur 2 üstü 4 üstə gələk
Bunu da yazırıq. 2 üstü 5 üstəgələk 2 üstü 1'in kvadratı vur 2 üstü 7. Bu da bərabərdir. 2 üstü 7'nin birincinin kvadratı. Bu eləyir 2 üstü 14. Birincinin kvadratı. Aha, 2 üstü 14. Sonra hasillərinin 2 misli çıxılsın 2 üstü 8 və üstəgələk 1. Vurulsun 2 üstü 4. Üstəgələk birincinin kvadratı 2 üstü 10. Hasillərinin 2 misli 2 üstü 7. Üstəgələk 2 üstü 2. Vurulsun 2 üstü 7. Mötərizələrimizi bura açaq. 2 üstü 18 çıxılsın. 2 üstü 12 üstəgələk 2 üstü 4. Üstəgələk 2 üstü 10. Üstəgələk üzr istəyirəm. 2 üstü 10 yox. 2 üstü 7'yə vururuq da bunu. 2 üstü 17 eləyir bu. Üstəgələk 2 üstü 17. Üstəgələk 2 üstü 14. Üstəgələk 2 üstü 9. Aha. Buradan beləsini 8'liyə çevirək də. Deməli, yadınızda saxlayın. Sizə buradan da bir qayda deyim. 2 üstü n ədədin 8'lik və 16'lıq say sisteminə çevirirsinizsə, götürürsünüz qüvvəti 8'liyə çevirəndə 3'ə, 16'lığa çevirəndə 4'ə bölürsünüz. N'i böldünüz 3'ə. Burada düşdü sizdə A natamam qismət, qalıqda tutaq ki, R qaldı. Qalıqda R qaldı. Yadınızda saxlayın. 8'likdə birinci rəqəm olur. Birinci rəqəminiz nə olacaq? Birinci rəqəminiz, yəni 8'lik say sistemində hansı ki ədəd çevirirsiniz. Qalığa qoyursunuz 2'nin qüvvətinə. Deyirsiniz 2 üstü R qalıqdır. A da burada nədir? Burada qalan natamam qismət, yəni tam hissədə sıfırların sayıdır. Sıfır sayı. İndi mən birin nümunə üçün deyəcəm. Daha sonra belə deyək də tez-tez yazacağım. Bir-bir tətbiq eləməyəcəm ki, vaxtımız çox getməsin. Birinci məsələn 2 üstü 18 deyil. 18'i böldüm 3'ə. 6 düşdü və qalıqda qaldı 0. Qalıq 0'dır. Deməli, mənim birinci rəqəmim olacaq 2 üstü 0, 1. Tam hissə 6'dırsa 6 dənə 0 və 8'likdə. Bu ən rahat yoldur. Ümidvaram ki, işinizə yarayar. İmtahana da az qalıbdır. Deməli, gəldik, baxdıq. Birinci toplayasıyam 8'likdə, sonra da çıxasıyam dediyim qayda ilə. Deməli, gəldim, nə dedim? 2 üstü 18, 2 üstü 18'i artıq bilirəm ki, 1'in yanında 6 dənə 0'dır. 8'likdə. Sonra baxıram, burada nə var? 2 üstü 17. 2 üstü 17 o dəqiqə 17'ni böldüm 3'ə. 5 düşdü. Qalıqda 2 qaldı. Deməli, 5 dənə 0'ım olacaq. 5 düşdüyünə görə 5 dənə 0'ı gəldim, yazdım. Qalıqda 2 qalıb, qalığı 2'nin qüvvətinə qoyub birinci yerə yazıram. Bu da oldu 4. Bu da 8'likdə. 2 üstü 18 getdi, 2 üstü 17 getdi. Sonra gəlirəm 2 üstü 14. O dəqiqə 14'ü böldüm 3'ə. 14'ü 3'ə böləndə nə düşdü? 4 düşdü. Tam 4 düşübsə 4 dənə 0'ımı yazdım. Nə qalıq qaldı? 2 qalıq. Qalığı da qoyuram 2'nin qüvvətinə. Burada gəldi 4 oldu. Bu da getdi. Sonra nə qaldı? 2 üstü 9. 2, o dəqiqə 9'u böldüm 3'ə. 9'u 3'ə böləndə 3 düşdü. O dəqiqə 3 dənə 0 yazdım. Və qalıq 0'dır deyə 0'ı da qoydum 2'nin qüvvətinə. Bu da 1 elədi. 2 üstü 9 da getdi. Sonra bir də qaldı 2 üstü 4. 2 üstü 4. 4'ü böldüm 3'ə. 1 düşdü. 1 qalıq qaldı. Bir dənə 0. 1'i də qoydum. Qalığı da qoydum 2'nin qüvvətinə. Bu da elə 2 elədi. Və bunları gəldim toplayasıyam. Toplayanda mənə belə verir. 0, 2, 0, 1, 4, 4 və 1. İndi məndə burada qaldı çıx 2 üstü 12. İndi gəlin bunu da çıxaq. Çıxılsın. Yenə eyni qayda ilə. 12'ni böldüm 4'ə. 12'ni böldüm 3'ə. 12'ni 3'ə böləndə 4 düşdü. Qalıqda 0 qaldı. Deməli 4 dənə 0. Qalığı da hara qoyuram? 2'nin qüvvətinə. 2 üstü 0 da 1 deməkdir deyə. 0, 2, 0, 1. Bu da çıxmadı da. 8'likdə çıxıram. 4'dən 1 çıxanda 3 qalır. 1, 4'də burada. 143, 10, 20 harada var? 143, 10, 20 deyə burada C variantında var. Bu da olur 19-cu sualımızın izahı. Deməli, gəldik, baxdıq. Nə deyir burada bizə? Ballar adlı cədvəl fraqmenti. Cədvələ əsasən aşağıdakı sorğu. Sorğu nə deyir? Böyük bərabər 67 və böyük 55 şərti ödənsin. Deməli, riyaziyyat böyük bərabər 67, 1 ödəyir, 3 ödəyir, böyük bərabər olduğuna görə 5 ödəyir, 6 ödəyir və 7 ödəyir. Və xarici dil böyükdür 55'dən.
55'dən 3 ödəyir, 4 ödəyir, böyükdür veribdir. Bir də 6 ödəyir, 7 ödəyir. Deməli, burada ödənənlər nə olacaq? 3 olacaq. 3 olacaq. Daha sonra 5 yox, üzr istəyirəm. 6 olacaq, 7 olacaq. 3, 6, 7. 3, 6, 7 də burada D variantında var. Bu da olur növbəti sualımızın izahı. Keçid eləyirik. Bu 20 idi. Aha, 21. Bir modelləşdirmə sualı. Nə deyir burada? Topluda bu tipli suallar var. O qədər də çətin deyil. Baxaq, deyir ki, hər hansı rayonun yollar sxemi qraf şəklində, bu yolların uzunluğu isə cədvəldə verilmişdir. Qraf və cədvəl bir-birindən asılı olmayaraq tərtib edildiyi üçün cədvəldəki yaşayış məntəqələrinin nömrələnməsi qrafdakı hərf işarələri ilə əlaqəli deyil. C məntəqəsindən D məntəqəsinə qədər yolun uzunluğunu tapın. Deməli, buradakı hər təpənin neçə təpə ilə əlaqəli olduğunu qeyd edirəm. A2 təpə ilə, B3 təpə ilə, D3 təpə ilə, C4 təpə ilə, Y3 təpə ilə, F1 təpə ilə əlaqəlidir. İndi bax, burada görürsünüz ki, bu 1, 4 təpə ilə, 2, 1 təpə ilə, 3, 2 təpə ilə, 4, 3 təpə ilə, 5, 3 təpə ilə və 6 da 3 təpə ilə əlaqəlidir. 4 təpə ilə əlaqəsi olan yalnız C-dir. Siz burada 1-in yerinə ancaq C yaza bilərsiniz. 1-in yerinə C yazasınız. İndi gəldik, baxdıq. Sonra 1 təpə ilə əlaqəsi olan F-dir. F. Deməli, bu 2-nin də yerinə F yazmalısınız. Bu da getdi. 2 təpə ilə əlaqəsi olan A-dır. A, bura gəlib A yazırsınız. Burada gəlib A yazasınız. Sonra gəldik, baxdıq. A-nın əlaqəsi bir C iləndir. Bir də A-nın əlaqəsi B iləndir də. C ilə əlaqəsi buradadır. B ilə də əlaqəsi buradır. Burada gəlib 5-ə də gəlib B yazmalısınız. 5-ə də gəldiniz B yazdınız. Burada C ilə B ilə əlaqəsi olan D-dir. B-nin əlaqəsi C ilə var, A ilə var, bir də D ilə olmalıdır. Deməli, bu 4-ü də D yazmalısınız. Elə bizdən də CD məntəqələrinə qədər yolun uzunluğunu müəyyən edin. C ilə D-nin kəsişməsinə baxıram. C ilə D-nin kəsişməsi 10-dursa, deməli, CD məntəqələri arasındakı yolun uzunluğu da 10 olar. Burada da C variantı olar cavabınız. Sonra nə deyir bizə? Deyir ki, cədvəllərə əsasən neçə şəhərin tikinti şirkəti təmirlə məşğuldur? Təmirlə məşğul olan, təmir. 5 dənə şirkət var burada. Burada nə var? MTK L1, MTK L1. Baba, bu Lənkərandır. MTK B2, MTK B2 Bakıdır. Sonra MTK Ş1, MTK Ş1. Sonra MTK Ş2, MTK Ş2 və MTK L2, MTK L2. Deməli, bunlar eyni şəhərləri 5 dənə şirkətdir, amma neçə şəhər soruşur da? Yəni, 5 ikinci şirkətsə 5 götürmürsünüz cavabı. Çünki bunların MTK L1 ilə MTK L2 Lənkərandır. Yəni, bir dənə Lənkəran var, bir dənə Bakı var və 2 dənə də Şirvan var. Yəni, ümumilikdə 3 dənə şəhərdir də bu. Lənkəran, Bakı, Şirvan. Burada cavabımız olacaq 3. Sonra gəldik, baxdıq. Deyir ki, yol hərəkət qaydalarının pozulmasının avtomatik qeydə alınması üçün qurğu 2/24 rəng palitrasından istifadə etməklə 1280x1024 piksel ölçülü rəngli fotoşəkillər çəkir. Şəkillər kameranın yaddaşında saxlanılır. Bir dəqiqə üzr istəyirəm. Aha, şəkillər kameranın yaddaşında saxlanılır, bir neçə paketlər şəklində qruplaşdırılır və sonra 5/222 bit saniyə sürətlə emal mərkəzinə ötürülür. Bir paketin ötürülməsi üçün ən çox 256 saniyə tələb olunursa, bir paketdəki şəkillərin mümkün maksimum sayı neçə ola bilər? Aha, deməli biz əvvəlcə, bizdə V var. V bərabərdir 5 vurulsun 2/22 və T də var. T də 256 saniyə. Biz burada bir paketin həcmini hesablaya bilərik də. Q bərabərdir V vurulsun T düsturundan 5 vurulsun 2/22 vurulsun 256. Yəni 2/8. Bu eləyir 5 vurulsun 2/30 bit. 2/30 bit. İndi gələk baxaq. Deməli, mən ümumi həcmi tapmışam. İndi məndə deyir ki, bir paketdə neçə dənə şəkil var?
mən bir şəklin həcmini hesablayıb, paketin həcmin bir şəklin həcminə bölsəm, şəkillərin sayını ala bilərəm də. Deməli, bir şəklin də həcmi, deməli, Q qrafik, yəni şəklin həcmini hesablayıram. Buradan da 224 rəng palitradırsa, bir pikselimiz olası da 24 bit. 24 bit. Yəni gəlib deyəsik 24 vurulsun, 1280 vurulsun, 1024. Yəni buradan da deməli 24 mən burada belə eləyək də. Bu da olacaq bitlə. Elə bunu belə saxlayıram. Və mən sayı hesablayanda dedim ki, ümumi həcmi, yəni 5 vurulsun. Yəni mən bunu hesablamalıyam. 5 vurulsun 2 üstü 30 bölünsün 24 vurulsun 1280 vurulsun 2 üstü 10. Bununla da bu ixtisar getsə burada 2 üstü 20 qalacaq. Mən indi kalkulyator yardımından istifadə eləyəcəm. Siz bunu özünüz hesablamaq məcburiyyətində olasınız. Deməli belə. Gəldik buradan. 5 vurulsun 2 üstü 20 bölünsün 24 bölünsün 1280. Aha, təqribi 170 tam neçə salınır? Yəni maksimum 170 dənə şəkil. Yəqin ki, hesablamada səhv eləməmişəm. Yəni 170 sualımızın doğru cavabıdır. 24-cü sual nə deyir bizə? Python dilində yazılmış proqram icra olunarkən C dəyişəninin çap olunacağı qiymətin 43 olması üçün N dəyişəninin klaviaturadan daxil edilə biləcək ən kiçik natural qiyməti. Bu bayaqki bir sual vardı, ona oxşuyur. Deməli, əgər C-nin qiyməti 3-dürsə, C-ni hər dəfə 10 vahid artırır. C-ni 10 vahid, 3-ü hər dəfə 10 vahid artırır. Məsələn, deyirəm ki, burada dövrlərin sayı proses X dövr eləyibdir. Deməli, onda 10-u 3-ün üstünə X dəfə 10 gəlməlidir və C-nin qiyməti 43-ə bərabər olmalıdır. Mən buradan hesablasam 10x bərabərdir 40-a və x bərabərdir 4-ə. Yəni, proses 4 dəfə dövr eləyibdir. Proses 4 dəfə dövr eləyibdir. Deməli, və buradan baxsaq, deyir ki, N dəyişəninin klaviaturadan daxil edə biləcəyi ən kiçik qiyməti. N-i hər dəfə 5-5 artırıb. Deməli, N dəyişəni nədirsə, 5-5 artırır və 4 dəfə artırmalıdır. Niyə 4 dəfə? Çünki proses tapdım ki, 4 dəfə dövr eləyibdir. Və n kiçikdir bərabərdir 50 şərti ödənməməlidir. N kiçikdir bərabərdir 50 şərtinin ödənməməsi üçün böyükdür 50 olmalıdır. Onda n böyük olmalıdır 30-dan. Deməli, prosesdən çıxış olması üçün n-in ala biləcəyi ən kiçik qiymət 31 olmalıdır. Elə bizdən də n-in ən kiçik qiymətini istəyirdim. Burada nə deyir? 19 səhifəlik sənədin ilk səhifəsində 512-256 ölçülü rəng palitrasında 1024 qrafik təsvir 2048 simvol olmaqla 1024 simvollu əlifbada kodlaşdırılmışdır. 10 belə sənəd 5 MB boş sahəsi olan diskə yazılarsa, diskdə qalan boş sahənin həcmini kilobaytla müəyyən edin. Bax. Deməli belə. Nə edirik? 19 səhifədə bir səhifəsində şəkil var. Gəlirik şəklin həcmini hesablayırıq. 1024 210 deməkdir. Bizim rəng dərinliyimiz 10 bit olasıdır. Gəlirik buradan nə deyirik? 10 bitdən hesablayırıq 512, 256 ölçülü şəklin həcmini. Bunu yazdıq. 5 vur, 2 vur, 2 üstü 9 vur, 2 üstü 8. Bu da bizə nə verdi? 2 üstü 5 vur, 2 üstü 18 bit verdi. Bu bir səhifədir. İndi yerdə qalıb 18 dənə səhifə. 18 dənə səhifə. Deyir ki, qalan səhifələrin hər birində 2048 dənə simvol var. Bu da 1024 simvollu əlifba ilə. Burada da bir simvolun həcmi 10 bitlə kodlaşdırasıyam. 18-i vurdum 2048-ə və vurdum 1024 210 deyə 10 bitə. Bu da mənə verir 18, 9 vur, 2 vur, 2 üstü 11 vur, 2 vur, 5. Bu da mənə verir 45 vurulsun, 2 üstü 11, 12, 13. 2 üstü 13 bit. İndi gələk belə eləyək. Bunların hər birin kilobayta çevirək, toplayaq ki, yəni o 19 səhifəlik sənədin ümumi həcmini tapaq da. Bunları kilobayta çevirsək, 2 üstü 13-ə bölərəm. 5 vur 2 üstü 18-i.
Böldüm 2 üstü 13'ə. Burada qaldı 2 üstü bitdən kilobayta keçəndə 13'ə bölürdük də. 2 üstü 5 32. 5'i 32'ye vuranda şəklin həcmi 160 kilobayt eləyəcək. Buradan da 45 vurulsun 2 üstü 13'ü. Gəlib elə bölərəm 2 üstü 13'ə ki kilobayta çevirim. Bu da 45 kilobayt eləyəcək. Bunları cəmləsəm bu eləyəcək 205 kilobayt. Yəni bir sənədimin həcmi 205 kilobaytdır. Deyir ki 10 belə sənəd. İndi burada maraqlı məsələ nədir? Bu sənəd e, deməli yaddaşda nə qədər yer tutacaq? Bir klaster 4 kilobayt olduğuna görə, 4 kilobayt olduğuna görə. Yəni bu diskdə 205-dən böyük yer tutacaq. Çünki mən 205-i 4-ə bölsəm, 205-i 4-ə bölsəm 50 düşür. Daha doğrusu 51 düşür. 51 düşür. Bir qalıq qalır. 204 bir qalıq qalır. Həmin o bir qalıqda bir dənə klasterə yazılır da. Yəni ümumilikdə bu 52 dənə klasterə yazılır. 52 klasterə qalığı qaldığına görə. Deməli bu diskdə 208 kilobayt yer tutmalıdır. Diskdə çünki 52 klasterin həcmi 208 kilobaytdır. 208 kilobaytdır. İndi mənə deyir ki 10 belə sənəd 5 megabaytlıq boş sahəsi olan diskə yazılarsa, diskdə qalan boş sahənin həcmini kilobaytla müəyyən edin. İndi 5 megabaytdırsa, mən 5'i vururam 1024'ə ki, 5 megabayt kilobayta çevirim. Çıxılsın 10 dənə sənəd yazılır və hər sənədində həcmi 208 kilobaytdan. Qalan həcmin onsuz da məndən boş sahəsini kilobaytla istəyirdi. Deməli, gəldim buradan da 5'i 1024'ə vuranda bu eləyəcək 5120. Bundan da çıxaq 10 dənə 280, bu da 2080 eləyər də. 10 dənə 208, 2080 eləyər. 5120'dən də 2008'in, 2080'in çıxanda bu da bizə verər 3040 kilobayt. Bu da belə. 25-ci sualımızın izahı. 26'da nə deyir? 8 üstü 3 plus 2x byte. Bunun bu tərəfində gələk bayta çevirək. 8 üstü 3 plus 2x. Megabaytdan bayta keçəndə nə inirdik? 2 üstü 20'yə vururduq. Bu da 8'i də yazarıq. 2 üstü 3 üstü 3 plus 2x bərabərdir. 2 üstü 7 vuraq. 2 üstü 20. Buradan da nə deyirik? 2 üstü 9 üstə gələk 6x bərabərdir. 2 üstü 27. Əsaslar bərabərdirsə, qüvvətləri də bərabərləşdirsək, buradan nə alırıq? 6x bərabərdir 18 və x də bərabərdir 3 ala bilərik. Bu da olur 26-cı sualımızın izahı. 27-ci sualda nə deyir burada? Deyir ki, elektron cədvəldə A3 xanasındakı düstur C4 və Y2 xanalarına köçürülmüşdür. Alınmış nəticələrə əsasən uyğunluğu müəyyən edin. Deməli, A3 xanasındakı düstur A3'dəki düstur bərabərdir dollar C2 üstə gələk A dollar 1. A dollar 1. İndi bunu C4 xanasına köçürsək A3'dən C4'ə köçəndə deməli belə baxaq da A3'dən C4'ə sürüşdürmə eləyiriksə bizim hərfimiz A, B, C plus 2 rəqəmimiz də plus 1 artmalıdır. Yəni sütun 2 sətir 1 artmalıdır. Onda burada belə olacaq. Dollar olan dəyişməz. C olduğu kimi qalır, amma rəqəmi 1 artırmalıyam 3. Burada da hərfi 2 artırsam A olacaq B, C. Dollarda olan dəyişməz C dollar 1 şəklində. C4'ü tapdıq. İndi də gələk Y2'ni tapaq. Deməli A3'dən Y2'yə sürüşmə eləsək, Y2'yə sürüşmə eləsək. Hərfimiz nə qədərdir? Plus 4. Çünki B, C, D, Y 4 artıbdır. Amma rəqəmimiz nədir? 3'dən 2'yə minus 1. Onda bizim A3'dəki düsturumuz olacaq. Y2'yə keçəndə dollar olan dəyişməz. Dollar C qalır. Hərfi bir azaldırıq. Rəqəmi bir azaldırıq. C1. Üstə gələk. Hərfi 4 artırsaq olacaq Y. Dollarda olan dəyişməz. İndi gələk hesablayaq. A3'ün qiyməti C2. C2'nin qiyməti nə idi? 8.
8 üstəgələk A1. 8 plus 1. Yəni 9. A3-ün qiyməti 9. 1-ə D. Sonra gəldik 2-yə. S4-ün qiyməti. S3 üstəgələk S1. S3 13. S1 3. 13 üstəgələk 3. Bu da bizə verir 16. 2-yə C. Və Y2-nin qiyməti S1 3. Üstəgələk Y1 5. Bu da eləyir 8. Bu da 3-ə də A. Bu da oldu 27-ci sualımızın izahı. Deməli, aha, gəldik bunlara. Nə deyir burada? Klaviaturadan daxil edilmiş sətirdə yalnız bir dəfə rast gəlinən simvolları rast gəldikləri ardıcıllıqla yanaşı çap edən proqramı Python dilində yazın. Yəni, anladığımız şey nədir buradan? Məsələn, klaviaturadan hər hansısa bir sətr tutaq ki, məktəb sətri daxil olunubdur. Məktəb sətri daxil olunubdur. Deyir ki, yalnız bir dəfə rast gələn simvolları rast gəldikləri ardıcıllıqla. M-ə bir dəfə rast gələcək, K-ya bir dəfə, T-yə bir dəfə, B-yə bir dəfə. Bu, bunu çap eləməlidir. Yəni, sualdan anladığımız şey budur. Bir dənə baxaq Pythonda görək biz bunu nətər yaza bilərik. Deməli, biz klaviaturadan daxil olunan sətir deyir. Yazdıq A bərabərdir input. A bərabərdir input. Bu bir sətrin daxil olunmasıdır. Bunun nə etmək olar buradan? Bunu gəlin siyahıya çevirək. A bərabərdir list A deyirəm. List A. Və A siyahısına müraciət edirəm. Deyirəm ki, for I in A. Yəni, həmin siyahı elementlərinə bir-bir müraciət edəcəm və burada şərt qoyuram. Deyirəm ki, if əgər A siyahısında müraciət elədiyim A count I A siyahısında müraciət elədiyim I simvollarının sayı 1-ə bərabərdirsə, təkrarlanmayan deyirsə, 1-ə bərabər olmalıdır da sayı. Sayı bir dənədirsə təkrarlanmayacaq. 1-ə bərabərdirsə print I. Həmin simvolu çap elə. Amma mən print I versəm, bu bunu alt-alta çap eləyəcək. Mənə yanaşı dediyinə görə mən burada bir dənə virgül qoyub end yazıram ki, ardınca davam eləsin. End ardınca davam eləsin. Deməli, gəlirəm burada run versəm. Aha, gəlin baxaq. Məsələn, mən yazdım məktəb. Nə verdi? MKTB. Yəni, deməli, düşündüyümüz şey doğrudur. Baxın, bu fraqmentdə olur sizin 28-ci sualınızın izahı. 28-ci sualınız. Ola bilər ki, fərqli bir şey də düşünmüyorlar. Sadəcə ilk ağlıma gələn buydu deyə bunu dedim. Sonra o birisi sual da bizə nə deyirdi? Deməli, o birisi sualda deyir ki, x ədədi üçün p bərabərdir 2 plus x, daha sonra 4 plus x, 6 plus x, 40 plus x ifadəsini hesablayan algoritmin blok sistemini qurun. Heç nə quraq. Deməli, bu sualı buradan bircə dəqiqə bunu Paint-də yazaq da biz. Deməli, hara qədər idi? 2 plus x, 4 plus x, 6 plus x, 40 plus x-ə qədər. Deməli, belə. Gəldik buradan. Sual 40 plus x-ə qədər. Hə. Deməli, sualımız belədir. P bərabərdir 2 plus x, 4 plus x, 6 plus x, ta ki vurulsun hara qədər? 40 plus x-ə qədər. Deməli, biz nə ilə başlayırıq? Deməli, deyirik ki, başlanğıc bir x dəyişənin daxil eləməliyik. X dəyişənin daxil eləməliyik. X dəyişənin daxil elədikdən sonra P bərabərdir 1 və I bərabərdir 0 dəyişənin götürürəm. I bərabərdir 0 dəyişənin götürürəm. Deyirəm ki, şərt qoydum. Nə qədər ki mənim i dəyişənim kiçikdir bərabərdir 40-dan, bura 40 olmalıdır. I dəyişənim kiçikdir bərabərdir 40-dan. İ'ni gəlsin
2 vahid ə, hə i-ni gəlsin 2 vahid artırsın. I-ni gəlsin 2 vahid artırsın. I bərabərdir i üstəgələk 2 və p bərabərdir p bərabərdir. P vurulsun ə, i x plus i deyək də və yaxud i plus x deyək. I üstəgələk x və buradan ə, deməli i-ni hər dəfə 2 vahid artırır. Ya da bunu belə də yazmaq olar. I kiçikdir bərabər. I-nin başlanğıc qiymətini 2 götürə bilərsiniz. I-nin başlanğıc qiymətini 2 götürə bilərsiniz. Gəlib deyə bilərsiniz ki, yəni bunların yerini dəyişə bilərsiniz. Yəni belə yaza bilərsiniz. Bircə dəqiqə bunları silək. Yəni belə silək daha rahat olsun. Aha. Gəlib buradan deyə bilərsiniz ki, i2-dirsə, hər dəfəsində p bərabərdir, p vurulsun, i üstəgələk x, i üstəgələk x və yəni biri vuracaq 2 üstəgələk x-ə, sonra gəlib i-ni də hər dəfəsində 2 vahid artıracaq. I də bərabərdir, i üstəgələk 2 və bunu qaytaracaq şərtə. Bu hə qoludur. Şərtin ödənmədiyi halda yox qolunda isə p-ni gəlib çıxışa verəcək və p-ni çıxışa verdikdən sonra prosesi yekunlaşdıracaq. Bu da olur bizdə növbəti sualımızın izahı, blok sistem fraqmentində. Bizdə bir dənə sualımız qaldı. Nə deyir? Ən azı 2 rəqəmli 10 natural ədəddən ibarət siyahının elementləri klaviaturadan daxil edilir. Deməli, hazır siyahı verməyibdir bizə. Siyahının ilk və son rəqəmləri cüt olan elementlərinin indeksini çapa verən proqramı Python dilində yazın. Deməli, nə edə bilərik? Ən azı 2 rəqəmli 10 natural ədəddən burada belə eləmək olar. Deməli, proqramda verilən bir şeyi, şərtdə verilən bir şeyi proqramda yazmasanız olar. Deməli, sualımız belədir. Bunları silirəm. Bizə nə deyir? Bir boş A siyahısı götürürəm. A siyahısı. Çünki bizə deyirdi ki, şərtdə ən azı ibarət 10 natural ədəddən A siyahısı götürdüm. Deyirəm ki, for i in range. Gəldim 10 yazdım ki, yəni 10 dənə elementi olsun bu siyahının. For i in range 10. Və yaxud 1-dən 11-ə də yaza bilərdiniz. Və gəlib deyirəm ki, hər hansısa bir x ədədi götürürəm. X bərabərdir int input və burada da bunun içərisində baxın, burada vurğuluyuram. 2 rəqəmli natural ədəd daxil et. 2 rəqəmli natural ədəd daxil et. Aha, bunu da burada vurğuladım. Mötərizələrimi də bağladım. İndi gəldik, baxdıq. Bizə deyir ki, 10 dənə ədəd bu daxil eləyəcək. Siyahının ilk və son rəqəmləri cüt olan indeksləri çapa verən proqramı Python dilində yazın. İndi siyahının ilk və son rəqəmləri cüt olan elementlərinin. İndi gəlib buradan nə deyirəm? Deyirəm ki, if, indi bu i-nin başlanğıc qiyməti 0-dır da, bu belə deyək də, x bərabərdir int input dedim. İndi mən bunu siyahıya əlavə eləmək istəyirəmsə, a.append x deyəsiyəm ki, bu siyahıya əlavə olunsun. Yəni, a siyahısını x-ə əlavə elə. Və i-nin başlanğıc qiyməti 0-dır. Mən a0 desəm, həmin 0-cı indeksə müraciət eləmiş olacam.
İndi bu iki rəqəm nədədirsə, 10-a bölünmədən alınan tam hissə birinci rəqəmi, 10-a bölünmədən alınan qalıqda mənə ikinci rəqəmi verəcək. Gəlib deyirəm ki, if A-nın sıfırıncı indeksinin 10-a bölünməsindən alınan tam hissə, 10-a bölünməsindən alınan tam hissə, e, bircə dəqiqə, mənə nə deyirdi? E, bircə dəqiqə, suala bir də baxım. Ən azı iki rəqəmli, siyahının ilk və son rəqəmləri cüt olan. Aha. E, A-nın 10-a bölünməsindən alınan tam hissənin 2-yə bölünməsindən alınan qalıq sıfıra bərabərdirsə. Yəni, deməli, biz bunu belə yazaq. Deməli, nə deyək? Bunu mötərizəyə alıram. A-nın sıfırıncı indeksinin 10-a tam bölünməsindən alınan ədədin, yəni bu mənə birinci rəqəmi verir. Və birinci rəqəmin 2-yə bölünməsindən alınan qalığı sıfıra bərabərdirsə, and bir də gəlib deyirəm A-nın sıfırıncı indeksinin 10-a bölünməsindən alınan qalığın 2-yə bölünməsindən alınan qalıq sıfıra bərabərdirsə, yəni bu hər bir rəqəmin cüt olduğunu bildirən şərtdir. Nəsə səhv eləmədik ki, səhv eləsə yəqin ki, bizə onsuz da birbaşa Pythonda yazdırıq, çıxışa verəcək. Bizə nə deyirdi? Deyirdi ki, bu fərti ilk və son rəqəmlərin cüt olan elementlərinin indeksini çapa verən proqramı. Deməli, indeksi. Məsələn, 0-cı indeks isə 0-ı, 5-ci indeks isə 5-i, 4-cü indeks isə 4-ü çapa verməlidir. Onda gəlib, buradan da deyəsiyik ki, qaydırıq Pythona, bu şərt ödəyirsə, print, i-ni çapa ver. Yox, qutardı, getdi. Gələk bunu çalışdıraq, run dedik, OK verdik. Aha, deyir ki, 2 rəqəmli natural ədədi daxil et. Mən indi gəlirəm burada, deməli, daxil eləyirəm, bax ki, 20, sonra daxil eləyirəm, 12, sonra daxil eləyirəm, bircə dəqiqə, bizə nə veribdi? 0, 1, print i-ni biz burada yanlış eləmişik. Çünki biz burada ədəd daxil eləyəndə hər dəfə o i-lərin qiymətlərini çap eləyəcək. Deməli, biz bura əlavə eləyək. Burada yanlışımız var. Biz buradan bu bu x-i əlavə eləsin. Bu şərtin hər biri ödənirsə i-ni çap eləsin. Sonra gələk buradan belə desək, for i in A. A siyahısına müraciət eləyirik. Bu hər dəfəsində çünki icra elədikcə i-ni çap eləyəcək. Və bir dənə belə yoxlayaq görək. Şərtimizdə bir problem varmı? Yox. Bir dənə belə yoxlayaq bunu. Deməli, 2 rəqəmli ədəd daxil et. Məsələn, daxil elədim 12, 23, 44, 56, 88, 90, təzdən bir də 12, 42, 64, 38, aha, enter vurduq, bizə nəticə vermədi. Deməli, nəsə yanlış eləyirik biz burada. For i in range ədədləri siyahıya əlavə elədik. Bir dənə baxaq görək. Nədir bizim yanlışımız? Biz burada print A versək, görək A siyahısını çap eləyir. Print A deyək. 2 rəqəmli ədəd daxil et. Run verdik, OK verdik. 2 rəqəmli ədədləri gəlib daxil eləyirəm. 21, 32, 42, 24, 36, 50. Bu niyə belə oldu? Bircə dəqiqə. Bir də RAM verək. Aha. 2 rəqəmli natural ədəd daxil et. 2 rəqəmli natural ədəd daxil. Amma burada A0 yazmışam. Ona görə yanlışdır. AI yazmalıyam mən bura. If A-nın
Heç əslində burada da yanlışımız yox idi. Mən A0 yazdığıma görə bu mənə səhv verirdi. If A-nın i-ci indeksi və burada da i-ci indeksi ona bölünmədən alınan qalıq 2-dirsə, aha, bir dənə belə çalışdıraq. Mən bura 0 yazmışam deyə yanlış veribdi. İki rəqəmli ədəd daxil et. 23, 43, 24, 42, 64, 46, 87, 98, 80, məsələn 13, sonra 68, 68 də daxil edəndə 68 verir. Hə, burada elə bunu biz bu şəkildə yazmalıyıq. Baxın, bura bir dənə gələk əlavə eləyək nəyi? Bura bir dənə əlavə eləyək bu hissəyə. For J in A. J in A. A siyahısının elementlərinə müraciət edirəm. A-nın J-ci indeksinin AJ-nin 10-a bölünməsindən alınan qalığın 2-yə bölünməsi və bu iki rəqəmli ədədin rəqəmlərini ayırır və eyni çap eləyir. Bir dənə baxaq. Buradan da gəlin siyahımızı əgər biz J deyiriksə, onda bura for J in range yazaq. Range for J in range. Sıfırdan len a'ya qədər. Sıfırdan len a'ya qədər. Hə, indi yəqin ki doğru olacaq. Və print J deyək. J-ni çap elə. Burada da yəni o A siyahısını görmək üçün mən print A verirəm arada bir dənə. Bunu siz yazmasanız da olar. Mən sadəcə proqramın düzgün işləyib işləmədiyini yoxlayıram. Deməli ki, rəqəmli natural ədəd daxil et. Gəlin baxaq. Mən birinci daxil elədim 21. Sonra daxil elədim 22. Sonra 12. Sonra 34. Sonra 42. Sonra 24. Sonra 43. Sonra 56. 64. 88. Baxın. Deməli, baxın birinci indeks. Birinci indeks, birinci sonuncu rəqəmləri cütdür. İkinci indeks yox, üçüncü indeks yox. Baxın, görürsünüz dördüncü indeks. Görürsünüz 4-ü veribdir. Beşinci indeks birinci sonuncu rəqəmləri cütdür. 6 yox, 7-ci indeks yox, bir 8, bir də 9-cu indeks. Baxın, indi proqramımız tam-tamına doğru işləyir. Bu A siyahısıdır. Bu da həmin indekslərdir, hansı ki çap edib. Yəni deyək ki, 1, 4, 5, 8, 9-cu indekslər. Deməli, bu yazdığımız proqram tam-tamına doğrudur. Mən bunu belə deyək ki, öncədən hazırlıqlı deyiləm deyə, yəni random olaraq ilk ağlıma gələn variantı qeyd edirəm. Ona görə səhvlərimiz var idi burada. O səhvləri də düzəltdik və proqram bu şəkildə tam doğru oldu. Belə biz sizlər bugünkü OTK-nın suallarını izah edib bitirmiş olduq. Ümidvaram ki, hər biriniz üçün faydalı oldu. Əgər faydalıdırsa kanalımıza abunə olun bu cür kontentlərdən xəbərdar olmaq üçün və paylaşın ki, digər şəxslər də bu videolardan yararlana bilsinlər. Sağ olun, diqqətinizə görə təşəkkürlər.